أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله الذي خلق السماوات والأرض وجعل الظلمات والنور ثم الذين كفروا بربهم يعدلون صدق الله العلي العظيم. Aziz mümin kardeşler, sizleri Allah'ın evinde, Əhl-i Beytin qapısında Allah'ın salamı ilə salamlayıram. Esselamu aleykum ve rahmetullah ve berekatuhu. Ve Allah'a an verim izzetine, celalına, cümə günüdür. Bu cümə günündə ibadet ve itaatimiz Allah dergahında kabul olsun inşallah. Allah'ım seni an verim celalın hatirine, əzəmətivin xatirinə, bugün də bütün dünya müsəlmanlarının etdiyi ibadət və itaəti qəbul eylə. İlahi keçən günlərimizdə nə ki xətalar etmişik, onları bizim üçün bağışla. İlahi gələcək günlərimizdə, ya Rəbbim Allah, səni tanıyan və sənin yolunda olanlardan bizləri, ailəmizi qərar ver. Pərverdigar-ı aləm xəstələrə, xüsusilə də nəzərdə olan xəstələrə, ya Rəbbim Allah, istər evdə olsun, xəstəxanalarda olsun və yaxud da qürbətdə, qərib yerdə olsun, heç yoxdan onlara şifa ver kinə. İlahi pərverdigar-ı aləm ruzimizi bol qərar ver. İlahi ya Rəbbim Allah, bizləri imanlı olanlardan qərar ver kinə. Pərverdigar-ı aləm bu cümə gününü, bu mübarək günü bizim üçün axırıncı qərar vermə. Dualarımızın qəbulü üçün Muhammed və Ali Muhammed salavat zikr eləyək. İnşallah sizlərlə bugün Allah'ın izni ilə mövzumuz olacaq insanın qurtuluşu, dirçəliş, mənəvi oyanış. Çünkü zaten Allah Teala biz insanları yaradıb ki, insanın bir kurtuluşu lazımdır. Çünkü insan özü özlüğünde kalsa, mümkün değil ki o kurtuluş yolunu tapabilsin. Her ne kadar da o imkan ağıllı olsa, tarihe nəzər salanda, bizim Peygamberimizin dövründə və yaxud da bizdən Peygamberimizin dövründən önceki peygamberlerin zamanına baxanda insan, bəşər övladı ehtiyaclıdır ki, bir səbəbkar olsun ki, Allah tərəfindən insanlar onun vasitəsilə qurtuluşa tərəf getsinlər, mənəvi oyanışa tərəf getsinlər. Və Allah Teala insanların, bəşər övladının əvvəlin Adəm əleyhissalatu vesselamı Həvva ilə bir yerdə yaradandan sonra onları təyin olunan bir yerdə qərar tutmağa əmr etdi. Sözümün əvvəlində Ən'am surəsinin 1-ci ayəsi mütəal Allah buyurur: Elhamdülillahillezî xalaqas-semavati vel-arda ve ceale'z-zulumati ven-nura. Göyləri və yeri xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd və səna və şükür olsun. Sümmellezî keferu bi rabbihim ya'dilun. Bu qüdrəti gördükdən sonra kafirlər yenə də öz Rəbbinə şərik qoşur və bütləri ona tay tuturlar. Sümmellezî keferu bi rabbihim ya'dilun. Deyir, kafirlər bu gözəl əzəməti Allah tərəfindən veriləni görəndən sonra yenə də ona şərik və tay tuturlar. Ən'am 2-ci ayədə buyurur: Huvellezî xalaqakum min tin. Ey insanlar, sizi palçıqdan yaradan odur, o Allah'tır. Sümmə qaza əcələn. Sonra da sizin üçün bir əcəl, ölüm vaxtı müəyyən etdi, təqdir etdi, ölüm vaxtı. Odur onu qoyan deyir. Və əcəlun müsəmmə indəhu. Sonra gözəl buyurur, deyir, sizi bu dünyaya gətirən o xaliqdir və sizin üçün müəyyən bir əcəl qoyan da odur. Və sonra bu əcəl və əcəlun müsəmmən indəhu. Və Allahın yanında məlum bir əcəl də, yəni ölümdən sonra diriləcəyin bir təqdir də qiyamət günü vardır buyurur. Sümmə entum təmtərun. Sümmə entum təmtarun deyir. Bütün bunlardan sonra siz yenə də şübhə edirsiniz Allah'ıza, Rəbbimizə, yaradan Xaliqə. O sizi yarattı.
O sizi yoxdan gətirdi, sizi xəlq etdi, bu dünyaya gətirdi. Gətirəndən sonra bir vaxt gələcək ki, bir vaxt həyat sizin üçün sönəcək. Yəni bir vaxt, bir 50 və yaxud da 100 və yaxud da 120, hər nə qədərsə ömür veribsə, o ömürdən sonra siz bu dünyanı tərk edəcəksiniz. Amma bir qayıdış da var. Onu da təyin edən sizin Rəbbinizdir. Bunları bu həyatda görə deyir. Sümmə entum təmtərun. Sonra siz yenə də şübhə edirsiniz. Allah'ınıza, Rəbbinizə şübhə edirsiniz. Şübhə ilə yanaşırsınız. İnsan mənəviyyata çatmasa, insan Rəbbini haqqı ilə tanımasa, İnsan Allah tərəfindən göndərilən səma kitabını haqq bilməsə, peyğəmbərlərini haqq bilməsə və qurtuluşu üçün özündən qabaq Allah tərəfindən göndərilən peyğəmbəri özünə öndər götürməsə, o insanın qurtuluşu yoxdur. Baxanda Allah Teala aleyhisselam Adəmlə Həvvanı yaradandan sonra dedi ki, hər bir şey ki yaratmışam burada sizin üçündür. Amma illah ki buna dəyməzsiniz. İllah ki buna dəyməyin. Bəşərin əvvəli Adəm və Həvva sizi mən yaratdım və hər bir şey ki görürsünüz burada sizin üçündür. Amma illah ki buna siz yaxın getməzsiniz. Buyurur Bəqərə 36-da və əzəlləhumə-şeytanu anha fəəxrəcəhumə mimmə kənə fihi. Elə ki deyir Allah Teala Adəmlə Həvvanı qərar tutan yerdə qərarlaşdırdı və onlara əmr etdi ki, mənim bütün bu yaratdıqlarım sizin üçündür, illah ki buna siz dəyməzsiniz. Bəqərə 136-da deyir, beləliklə şeytan o ikisini həmin ağac vasitəsilə büdrətdi və onlar nemətlər içində olduqları yerdən uzaqlaşdırıldı. Fəəzəlləhumə-şeytanə anha fəəxrəcəhumə mimmə kənə fihi. Şeytan nüfuz etdi Adəmlə Həvvaya və onlar ki Allah Teala o yerdən onları qərar vermişdi, onları o yerdən qovdurdu, uzaqlaşdırdı. Və qulna ihbitu ba'dukum li ba'zin aduvvin. Allah Müteal buyurur ki, o zaman ki şeytan onları aldattı və qulna biz dedik ihbitu, çıxın oradan. Sizə qərar verdiyim o yerdən çıxın. Ba'dukum li ba'zin aduvvin. Biri bizə düşmən olaraq, yəni şeytana düşmən olaraq tərk edin oranı. Düşmən olaraq. İndi bu olandan sonra və lakum fil ardi mustaqarrun və mata'un ila hin. Sonra bu ayənin sonunda yerdə sizin üçün müəyyən vaxta qədər deyir, ömrünüzün axırına qədər sığınacaq və yaşayış vasitəsi var dedikdir. Və lakum fil ardi mustaqarrun. Sizin üçün fil ardi yer üzərində mustaqarrun, qərar verilmiş bir yer var və mata'un ila hin. Ömrünüzün axırına qədər orada qərar tutacaqsınız, yaşayacaqsınız. Deməli Adəm və Həvva oradan qovulandan sonra Adəm və Həvvaya qurtuluş lazımdır. Qurtulmaq, bu əzabdan qurtulmaq. Mən bu səhvi etdim, qurtulum. O mənəviyyata çatmaq üçün, Allahın əzizi olmaq üçün Adəmə və Həvvaya qurtuluş lazımdır. Bəqərə 37-də buyurur, fətələqqa Adəmə min Rabbihi kəlimati və tabə aleyhi. Deyir, elə ki uzun nə qədərsə çəkdi, Adəmlə Həvvanın bağışlanması üçün Allaha yalvarması, Allah Teala tərəfindən Adəm Rəbbindən bəzi xüsusi deyir kəlmələr öyrənərək Həvva ilə birlikdə o kəlmələr vasitəsilə tövbə etdi. Fətələqqa Adəmə min Rabbihi kəlimatin fətabə aleyhi. Allah Müteala onlara bağışlanması üçün elə bir kəlmələr öyrətdi və onun vasitəsilə tövbə edib Allah tərəfindən bağışlandılar. İnnehu vettevvabur rahim. Doğrudan da o Allah tövbələri qəbul edən və mərhəmətlidir. Allah Teala bizi də o tövbə edənlərdən və həqiqi qurtuluşa çatan möminlərdən, müsəlmanlardan qərar versin. Yəni baxanda fikir verəndə ki,
İnsanın deməli ehtiyacı var. İnsan nə qədər ağıllı da olsa, mükemmel de olsa, insanın kurtuluşu için ta ki Allah bir önder göndermese, rehber göndermese, peygamber göndermese onun kurtuluşu mümkün değil. Ona göre Allah Müteal yer üzerine 124 bin peygamber gönderir. Bakın geçen mucizelerimizde her gönderilen peygamber, eğer insanlar o kavim çünkü gönderilmişti ve onlar da o peygamberi hak bilmeden aksine ona taraf üsyankar oldukları için ki Allah Teala o peygamberleri zamanın o dövrün kavmi için kurtuluş için nicat tapmak için göndermişti. Kulağı asmadılar. Bir kavmi küleyle, bir kavmi suyla, bir kavmi zelzeleyle hereni bir cür dünyadan köçürttü, mahvetti Allah'tan. Kurtuluşa çatmadıkları için. Yani özlerinde bir istek olmadı ki bir manevi kurtuluş onlar için yaransın. İstesinler bunu. Her ne kadar da peygamberler dedi ama onlar kulak buna asmadılar. Ve Allah da onlara o peygamberlerin dövründe kurtuluşa çatmadıkları için, maneviyata çatmadıkları için bela gönderdi. Çünkü fesat yuvasıydı. Hazreti Musa aleyhisselamı Allah Teala gönderdi Firavun'un kavmine. O kavme ki Firavun orada Allah'lık iddiasındaydı. Elə bütün insanları ona inandırmışlar ve öz kölesi etmişti. Özünü Rəbb sayırdı Firavun. Elə ki Hazreti Musa aleyhisselam geldi Firavunla üzbeüz kalandan sonra Firavun öz yanındaki o cadugarlara emr etti ki siz Musa'ya galip gelin emellerinizle, sehirlerinizle. Cadugarlar başladılar öz sehirleriyle Musa'nın qabağında insanlara göstermeye ki biz buna qadirik ve Musa'nı mahvetmeyi istəyirlər Firavunun emriyle. Hz. Musa bütün o Firavun tarafından olan cadugarların ettiklerini eləyəndən sonra Allah'ın emriyle esasını attı ve galip gelenden sonra maraqlı oradadır ki en ince megamı oradadır ki sehirbazlar Firavunun tarafında olan çıxış eləyən sehirbazlar zəlalətdə olan qövüm yox ha, zulmə məruz qalan qövüm yox ha. Sehirbazlar bila vasitə edirlər ki, ya Musa biz sənin Allah'a itaat etdik. Pərverdigar aləm. İllərlə zəlalətdə olan qövüm insanlar dillerin belə açmadılar. Amma o qövmə qarşı bütün Firavunun yanında olan, ona xidmət edən bütün o həmən cadugarlar dedi ki biz Musa'nın Allah'ına itaat edilir. Firavun bir ağızdan dedi onlara ki necə ola bilər ki siz mən Rəbbi yaddan çıxartdınız, mənim iznim olmadan Musa'nın Allah'ına itaat etdiniz. And olsun mənim özümə, mən sizi bu insanların qabağında çarpaz kəstirərəm. Bilirsiniz necə çarpaz? İnsanların öz qabağında dedilər biz razıyıq ona. Sən bizi çarpaz kəstirsən belə biz Musa'nın Allah'ından el çəkmərik. İmana bax. Ona göre buyurur ki güvenme ey namaz kılan. Ey 70 yıl namaz kılan, oruç tutan güvenme namazı var. Güvenme ahırın hayırlı olmalıdır. Firavunun dəstəsində olan o cadugarlar dedi ki Firavun sen her ne kadar da bizi öldürsen de çarpaz kessen de biz Musa'nın Allah'ına inandık, senden uzaklaştık. Firavun gizlendi, emir verdi cellatlarına, hemen o bütün Firavunun illərlə Firavuna xidmət edən o sehirbazları çarpaz, yani sağ elin kesti, sol ayağın kesti. Bu cür çarpaz kestirdi ve o cür onları öldürdü. Onlara əzab verdi. Onlar o əzaba düçar olmaqlarını qəbul etdilər. Musa'nın Allah'ından el çəkmədilər. Həqiqətdən el çəkmədilər. Bilmək olmur ona göre. Mən 50 il, 60 il, 100 il namaz qılmışam. Mən ona güvenim. Yox, ona mümkün değil. Ona güvenme o kadar da. Mümkün değil. Ahibetin xeyr olmalıdır. Görün, illərlə zulmün içinde olan, zulm veren bir dəstə bir an kurtuluş
bir an kurtuluş Allah'ına inanır ve o zaman da Allah'tan imdad dileyir. Her mənim halım olarsa bu dünyada, ben bu dünyadan köçüm, ölərəm, ölüm, kesilərəm, kesilim. Ama ilahi Pərverdigar-ı alem, sen benim günahlarımı bağışla, ben sen tarafa gelirəm. Tamamen büyük bir iman hissiyle. Ama o ellerle zulümde olan o kövüm neynədi? Onlar bir ara çəkmədi ki, yine de zəlalətə düşər oldular. Ona göre insan her zaman ibadet ve itaette olanda dikkat etmelidir ki, benim bu ibadet ve itaatim ahırına kadar, ben bunu ömrümün ahırına kadar Allah isteyen bir şekilde çattırabilərəm veya da qabağımda elə bir imtihan var ki, ben o imtihandan Allah isteyen bir şekilde çıkabilmərəm. Vay nəfsə, əsas məsələ odur, əzizlərim. Allah Teala her birimizi ömrümüzün ahırına kadar kurtuluş için, kurtulmak için, hakikate çatmak için, mənəviyyatı dadmak için, Allah'ın beğendiği bendesi olmak şartıyla ömrümüz ne kadardirse ömrümüzün ahırına kadar Allah yolunda olmağı her birimize kısmet eləsin inşallah. Ama bu yol çok bir çetin bir yoldur. Ömer Sa'd de zamanında İmam Hüseyin'le bir yerde körpeliğin geçirmişti. Ömer Sa'd bilirdi İmam Hüseyin kimdir. Ömer Sa'd bilirdi sonuncu peygamber Muhammed el-Mustafa. Allahümme salli ala Muhammed ve ali Muhammed. Fatime balası Hüseyin'den ne demişti? İmam Hasan'dan ne demişti? Kulaklarıyla bunları eşitmişti. Ama bir zaman megam gelip çattı hara, kurtulmak lazım idi. Şeytandan ayrılıp Allah'a taraf yön almak lazım idi. Ömer Sa'd lanetullah ne dedi? Dedi her şeyi bilirim ama rey mülkü daha şirindi, daha şirindi. O rey mülküne göre tarih yazır ki Kerbala hadisesinden sonra rey mülkünden bir buğda dənəsi bile, xardalı bile Ömer Sa'd lanetullah'a çatmadı, kısmet olmadı. Ama dünyadan şeytana itaat ederek dünyadan gitti. Nefsine itaat ederek dünyadan gitti. İslam düşməni, Allah düşməni olarak gitti. Bu cür gitti dünyadan. Bir de Kerbala'da bütün nümuneler var da bir de var Hür. Hür bilirsiniz de Ubeydullah İbni Ziyad'ın serkerdelerinden biridir. Onu 4000 qoşunla gönderirler Peygamber balası İmam Hüseyin'in qabağına, yolunu kes ve kesir de. Bu hadisenin baş vermesinde Hür'ün rolu var burada. Ama kurtuluş için, nicat tapmak için, hiç zaman geç olmadığı için bir zaman Aşura gününde Allah tarafından ya özü terk ettiği bir taraftan kalbine bir nur elendi. Özüne dedi ki Hür sen kimsen? Gör bu tarafta kimler kalıp dünya için, bu tarafta Allah ve Kur'an için kalanlardır. Çok da burada şehadet var, kan tökmeyi var, bu dünyadan gitmeyi var. Ama ebedi inancımız varsa, ebedi bir dünya varsa o ebediyeti kazanmak için İmam Hüseyin var. Dedi yok, nefs her ne kadardirse bu serkerdeli, bu dünya müfəqqəti, ben dünyadan köçəcəyəm, ebedi değil ama ebedi olan bir dünyada, onun qabağında, kapının qabağında bir kurtuluş için, yine orada bir kurtuluş için ne var? Bir kapı var. O kapıda Peygamber, Kur'an, Ehl-i Beyt, Hanım Fatıma-i Zəhra dayanacaq. Orada məndən sual edəcəklər, balamın ne günahı vardı? Sen sebepkar oldun başının kesilmesine. Ben onda ne cevap veririm? Bak maraqlı burasıdır. Dedi yok, ben eləyə bilmərəm. Keçdi İmam Hüseyin tərəfə, şəhid oldu. Allah üçün şəhid oldu. Ve Allah'ın bağışlanmış olan insanlarından biri oldu ve kurtuldu. İndi sizle beraber aramızda elə insanlar olublar ki, onların imkanı həddindən artıq ziyadə olub. İndi hər nə qədər imkanı olub. Buna baxmayaraq biz şahid olmuşuz sizlərlə bir yerdə. Bəzilərimiz, demirəm ama hamısı. İnsanın bədəninə bir ziyan dəyəndən sonra kurtulmaq üçün və yaxud da belə deyək də bir ara, bir ay, bir il, bir neçə il, bir həftə, bir gün yaşamaq üçün nə deyir? Deyir, İlahi Pərverdigar-ı aləm, hər nəyim varsa yığmışam, varımdan, dövlətimdən, nə varsa mülkümdən, ilahi onların hamısını verirəm, təki bir gün, bir həftə, bir ay neyniyim? Bu dünyada yaşayayım. Elə çox insanlar olub.
Amma tarix bizə nümunə nəyi qoyub? Həzrəti Əmir əl-Müminin o ki sübh namazında, mihrabda, başı səcdədə olanda qılınc başına dəyəndən sonra başın qaldırdı, əllərin də qaldırdı Allahın dərgahına. Fuztu bi Rabbil Kəbə. Qurtuldum dedi, qurtuldum. İnsan var, hər nəyin verir, hər bir şeyin verir, fəda edir ki bir gün yaşayın bu dünyada. Əmir əl-Müminin nə buyurur? Qurtuldum diye, şükür Allah'a der. Bu dünyadan, sizin əsiriz olduğunuz bu dünyadan, sizin meyil ettiğiniz bu dünyadan, her şeyi bu dünyada gördüğünüz için mən bu dünyadan qurtuldum. Nə zaman sübh vaxtında, qılınc başına deyəndə, dedi mən qurtuldum bu dünyadan, qovuşdum əbədiyyata. Şükür Allah'a, şükür etti Allah'a. Bu cür iman, bu cür Allah'ı tanımaq, bu cür Allah'ın yolunda olmaq, bu cür namaz qılmaq. Ona göre buyurur ki, ey 70 il namaz qılan, ey sübh namazına duran, ey gece namazı kılan, bir dün, bir hərdən qürrələnmə, bax, arxava bax, Allah'a hər zaman gizlin və aşikara yalvar. İlahi, bu cür ki sənə ibadət edirəm, əvvəla bu ibadəti məndən qəbul et və ömrümün axırına qədər sənin yolundan çıxmamaq üçün, sənə asi olmamaq üçün, əleyhivə çıxmamaq üçün mənə güc ver, nəfsimi mənə hakim etmə. Şeytanı məndən uzaq et. İlahi, mən onların qabağında zəifəm. İnsan bu cür dua etməlidir. Mənim olmaz. Tarixdə çünki çox insanlar olub. Ömər Səddən güclü insan, Əmr ibn Əbdəviddən güclü, Ubeydullah ibn Ziyaddan güclü, Yezid, Muaviyə lənətullah, Əbu Süfyan atası, Hind lənətullah. Bunlar tarixdə bizim üçün ibrətdir. Bunların bəziləri namaz qılan olublar, həccə gedən olublar, Allah haqqında Allahın Quranlarını danışan olublar. Amma həqiqi, zahiri danışıb, həqiqi qurtuluşa onlar nail olmayıblar. Hər zaman da həqiqətin əleyhinə gediblər. Kimlər ki haqq olublar, haqq danışıblar, Allah kəlamını danışıblar, onun əksinə gediblər və hər zaman da ömürlərin axırına qədər də haqqı vurmaq üçün, İslamı vurmaq üçün, Qur'anı vurmaq üçün öz istədikləri onlara xoş, onların nəfsinə, onların güzaranına, onların istədiklərinə xoş İslam qurublar və onu veriblər insanlara ki İslam budur. İslamın həqiqətini məzrasından çıxardıblar qardaşım. Kərbala elə boşuna baş verməyib ki, haqq olan İmam Hüseyin əleyhissalam buyurdu ki, mən o yoldan qayıtmaram. Mənim yolum haqqın yoludur, Allah yoludur, Qur'an yoludur, babam peyğəmbərin yoludur. İnsanları qurtuluşa çatdırmaq üçün üstündən 1448 il keçir əzizlərim. Amma yenə o haqq danışılır. O haqq olmasaydı danışılmazdı. Yaddan da çıxardı. 5-ci babamızı, 6-cı babamızın qəbrin belə yerin bilmirik. Bilirik. Kim bilir? 7 arxa, 8 arxa, kim hardadır, necədir, adı nədir, nə formadadır bilmirik. Yaddan da silinib, belə milyonlarla, milyardlarla insan dünyasını dəyişir və dəyişməkdə davam edir. Amma 1448 ildir ki İmam Hüseyndən danışılır, indi də danışılır. Çünki haqqdır. Allah istəyir ki o danışılsın və haqqı istəyən qulaqlar onu eşitsin və o yolda yön alsınlar. Allah Teala hər birimizi o yolda olanlardan qərar versin inşallah. Muhammed və Ali Muhammed salavat zikr eləyək. Qiyamət günü Allah Teala belə buyuracaq. Əraf 38-də qala udkhulu fi umami qad xalat min qablikum minəl cinni vəl insi finnər. Allah qiyamət günü onlara deyəcək, sizdən əvvəl gəlib getmiş kafir, cin və insan tayfaları ilə birlikdə cəhənnəmə, udxulu finnər, girin cəhənnəmə. Kulləmə dəxələt ümmətun la'anət uxtəha. Deyir, hər bir dəstə daxil olan zaman öz dindaşlarını lənətləyər.
hatta iza daraku fiha cemi'an qalet uhrahum liulahum. Nəhayət orada hamısı bir-birinə qovuşan zaman sonrakılar tabi olmuş dəstə əvvəlki rəhbərlər barəsində deyərlər, yəni şikayət eləyərlər, dəvət edənlər haqqında deyərlər. Rabbena, ey bizim Allahımız, haula bu insanlar ki, yəni bizi dəvət eləyən, pisyə dəvət eləyən, əzəlluna, bizə zülm etdilər, fəatihim əzaban ziyfən minən nar. İlahi biz səndən istəyirik ki, bunlar ki bizi dünyada aldatdılar, gətirdilər, biz məcbur bu yola gəlmişik, ya Rəbbim Allah, biz onlardan şikayətçiyik sənə, sən bunlara and veririk dərgahıva 2 qat zülm verginən. Qiyamət günündə cəhənnəmə gedirlər. Bunlar deyəcək ki, ilahi pərverdigar aləm, bu insanlara 2 qat zülm verginən. Çünki bunlar bizi dəvət etdi. Bunların sayəsində pis yola biz düçar olduq. İndi gör, Allah Müteala nə buyurur? Qalə likulli zifun velakinne la ta'lamun. Allah buyuracaq, hər biriniz 2 qat əzab gözləyir, lakin siz bilmirsiniz. Sizin hər birinizi istər dəvət eləyən və istər də o dəvətə qulaq asan və o yoldan gedən. Bir var dəvət edən və ona qulaq asan, bir var dəvət olunan və onu davam eləyən. Deyir, sizin aranızda heç bir fərq yoxdur. Əgər onlara 2 qat zülm veriləcəksə, siz ki dəvət olmuşsunuz, o nahaq yolu qəbul eləmişsiniz, sizə də 2 qat əzab veriləcək. Heç kim yəni bu dünyada deməsin, mənə filan kəs aldatdı. Deyir, olacaq bugün, qiyamət günü şikayət eləyəcək dəvət olunanlar ki, ilahi mən bilmədim, məni filan kəs aldatdı, mən xahiş edirəm, məni aldatdığı üçün ona 2 qat zülm verin. Tecək yox, elə deyil. Çünki Allah ərhəmər rahimindir. Necə ki, deyir, o dəvət edəndir və sən dəvət olunmuşsan, dəvət olunmuş da sən dəvət olundun və sonra onu icra etdin, davam etdin, ağlın olduğu üçün, qurtuluş istəmədin deyibən, o yolda olduğun üçün, ömrünü elə başa vurduğun üçün ona 2 qat əgər cəza veriləcəksə, sənə də 2 qat cəza veriləcək. Elhamdülillah. Allahu Ekber. Allahu Ekber. Bax, bu maraqlıdır, çox maraqlıdır. Yəni, Allah Teala hüccətin tamam eləyir, bizə imkan vermir ki, biz o dünyada bəhanə gətirək ki, bizə belə bir şey, mənə filan kəs etdi, dəvət etdi pis yola. Deyil, yox, elə deyil. Sən getməyədin o yola. Getdiyin üçün də cəzan onunla bərabər eynidir. Eynidir cəzamız. Əgər o yola getmişiksə, əgər istiğfar etməmişiksə, əgər oyanıb ayılmamışıqsa, əgər deməmişik ki, ilahi pərverdigara səhv etdim, bu qələti bir də eləmərəm, ilahi mənə kömək ol. Bunu deməsə xeyri yoxdur. Sonra buyurur, ələm əhəd iləyküm ya bəni Adəmə. Allah Quranda nə buyurur? Ələm əhəd iləyküm ya bəni Adəm. Məgər Adəm övladı, buna cavabdır ya, sizlə əhd bağlamadım. Ən la təabudu şeytan. Dünyada şeytana baş əyməyin. Onu özünüzə məbud bilməyin. Baş əyməyin şeytana. Ələm əhəd iləyküm ya bəni Adəm. Məgər Adəm övladı, mən sizlə ittifaq bağlamadım mı? Məgər sizə demədimmi ki, amanın günüdür, şeytana tərəf gedməyin, onun sözlərinə qulaq asmayın, əhd bağladım. Allah Müteala buyurur, mən sizdən əhd bağladım, gedmə ona tərəf. Səni azdıracaq. Ələm əhəd iləyküm ya bəni Adəm, Allah təabudu şeytan. Şeytana baş əymə və ani'buduni haza sırat-ı müstəqim. Bəs mənə tərəf gəl. Allah Müteala buyurur Yasin surəsində. Mənə tərəf və ani'buduni. İbadətin, itaətin mənə olsun. Haza sırat-ı müstəqim. Bəs budur düzgün olan yol. Və ləqəd əzəllə minkum cibillən kəsirən. Deyir Peyğəmbər, şübhəsiz şeytan sizin içinizdən bir çox dəstələri azdırdı. O dəstələri, o qövmün dəstələrindən deyir, bir çoxunu azdırdı. Əfələm təkunu təqilun. Sonra deyir ki, əfələm təkunu təqilun. Yenə Yasində deyir, heç onlar düşünmədilər, heç fikirləşmədilər, heç anlamadılar, heç dərk eləmədilər. Allah Müteala qaydır ha. Deyir, və ani'buduni, şeytana getmə, mənə itaət et. Mən səni yaratmışam. Sən mənim yolumda ol, azma, çaşma, qurtuluş tələb et özündən. Çaşmısan, azmısan, qayıt, gecdir artıq. Qayıt mənə tərəf. Çünki axı bu müvəqqəti olan dünyadır. Sənin yaratmışam əbədiyyət üçün. Axı əbədiyyətdə bir yer yox, 2 yer var. Cənnət və cəhənnəm var. Mən yaratdığımı istəmirəm.
cəhənnəmdə olsun, istəyirəm cənnətdə olsun. Bu cür istəyir, ehtiyatlı olaq. Nəfsimiz bizə qalib gəlməsin. Düzdür, nəfs güclü bir şeydir, güclü bir varlıqdır. Şeytan güc gəlir insana. İnsan çox halda zəif olur. Amma güc gəldir, xilasın var sənin. Eləyə bilərsən, səndə o güc var. Allah deyir, axı əhd bağlamısan məndən. Yasindədir, əhd bağlamısan. Mənlə əhd bağladığın üçün getmə o yola. Gedərsənsə zəlalətə düşər olarsan. Və yerin cəhənnəm olar. Mən səni onun üçün yaratmamışam. Günahkarlar üçün yaratmışam. Günah etmirsən, nə qədər gec deyil, tövbə et. İlahi tövbələrimizi bizdən qəbul eyle. Dualarımızı bizdən qəbul eyle. Peygamber və ali Peygamber salavat gidelim. Allah Müteala Hazreti Musa'nın bu qissəsində qurtuluşa çatdırdı insanlara, danışdıq. Musa ilə Hazreti İsa aleyhisselamın zaman 1510 neçə il fərq edir, vaxt verdi. Musa'nın dövründə insanlar bu cür zəlalətə düşmüşlər. Hazreti İsa'nın zamanında insanlar tamamen xəstələrə, bəzi insanlar xəstələrə şifa verirdilər. Bu şifa nəticəsində, yəni onları sağaldırdılar. Sağaldmaq nəticəsində onlar Allahlıq iddiasına düşürdülər. Və bu cürdə insanları zəlalətə salmışdılar. Allah Müteal İsa'nı göndərdi bir möcüzə ilə. Nə möcüzəsi? Bütün bəşər övladlarına, yaratdığı bütün insanlara, bir zaman ki sözümüzün əvvəlində ayədən oxuduq ki, Allah Müteal deyir, sizi gətirmişəm bu dünyaya, ruh vermişəm, aparacağam, sonra sizi təkrarən qaldıracağam. İsa aleyhisselamı da Allah Müteal o qövmə göndərdi. Atasız necə ki sübut eləsin insanlara ki, bir gün olacaq ki siz ölən sonra qəbirlərdən atasız qalxarsınız. Siz qəbirlərdən atasız qalxarsınız deyib, Allah Teala İsa aleyhisselamı da atasız göndərdi o qövmə. Və o qövmə göndərəndən sonra İsa aleyhisselama xəstələrin şifası üçün ona əl vurmaqla bərabər bütün xəstələrin şifa tapması, hətta ona baxmayaraq insanların, ölü insanların dirilişin, yəni dirilməsin insanlara göstərdi ki, zəlalətdən qurtulsunlar insanlar. Amma buna baxmayaraq İsa aleyhisselamın ən yaxın qövmü, ən ona yaxın olanlar ona xilaf çıxdılar. Ən yaxın olanlar onun əleyhinə çıxdılar və ona ziyan verdilər. İndi Hazreti İsa aleyhisselamla bizim Peygamberimiz Muhammed el-Mustafa Allahümme salli ala Muhammed ve ala Muhammed arasında 500 il fərq var. İndi o 500 il fərq arasında nə qədər bir şeyler baş verdi. Hazreti digər peygamberlərdən fərqli olaraq bizim peygamberimizi Kur'anla gönderdi. Elə bir kitabla gönderdi ki, qiyamət gününə qədər hesab çəkmək üçün və qiyamətdə də ondan hesab alınacaq deyibən elə bir kitab göndərdi. İnsanların qurtuluşu üçün, insanların nicat tapması üçün, insanların mənəviyyatı tapması üçün, o tərəfə getməsi üçün, əxlaqın elə bir vaxt 500 il kesməsinə baxmayaraq əfsuslar olsun ki, insanlar hətta Qur'an-ı Kərimin özündə də Allah Teala baxmayaraq ki, bax, Üzeyir Peyğəmbərə Yahudilər Allah dedilər, düz, Hazreti İsa aleyhisselama Allah dediler. Bu ki, amma Hazreti Peygamberimizin onun da mələklərinə dediler ki Allah'ın övladları. Və sonra da insanlar cahiliye dövründə qız övladlarını Allah'a, oğlan övladlarının özüne şamil ettiler. Qız övladların diri-diri Allah'a olduğu için, Allah'ın olduğu için öldürdüler. Oğlan övladlarını özülerine götürdüler. Bu cür əxlaqda büyüdü. Hazreti Peygamberi gönderdi ki, insanlığın mərifətinə çatması üçün, mənəviyyata çatması üçün, qurtuluş tapması üçün, çətin olmağına baxmayaraq Hazreti Peygamberi gönderdi ki, insanlar təmizə və paka çıxsınlar, təmizlənsinlər, insanlar insanlığı dərk etsinlər və Peygamberlə beraber Kur'an-ı Kerim'i gönderdi ki, insanlığın xilası üçün. Hazreti Peygamber geldi. Allah Teala bizim her birimizi xilas olanlardan karar versin. Peygamber ve Ali Peygamber salavat gidelim.
Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allah Teala Bekara suresinin 285. ayetinde böyle buyuruyor. Amener Resulü bima unzile ileyki min rabbiki vel mu'minune. Peygamber Rabbi tarafından ona nazil edilene Kur'an'a iman getirdi ve müminler de hamılıkla iman getirmişler. Diyor Peygamber amener Resul bima unzile ileyhi. Ona ne nazil olduysa ona iman getirdi. Min Rabbiki. Rabbi tarafından. Vel mu'minune. Vel müminler de ona iman getirdiler. Kullu amene billahi ve melaiketihi ve kutubihi ve rusulihi. Onların hamısı yani peygamber ve müminler hamısı Allah'a, onun meleklerine, kitaplarına ve bütün peygamberlerine iman getirerek dediler. La nufarriqu beyne ahadin min rusulihi. Biz onun peygamberleri arasında fark koymuyoruz. La nufarriqu beyne ahadin min rusulihi. Allah Teala bize ne kadar peygamber gönderir, biz onların arasında hiçbir fark koymuyoruz. Ve qalu semi'na ve ata'na. Hemçinin dediler Allah'ın hükümlerini eşittik, anladık ve itaat ettik. Ve ata'na. Gufraneke Rabbena ve ileykel mesir. Ey Rabbimiz bizi bağışla, ahırda senin dergahına, huzuruna qayıdacaq. Gufraneke Rabbena. Yani ey Rabbimiz bizi bağışla, Rabbena ey Allah'ımız. Ve ileykel mesir. Ahırda senin dergahına, huzuruna qayıdacaq. Bəqərə 286'da bu cür buyurur. La yukellifullahu nefsen illa vus'aha. Allah hiçbir kesin boynunda güc ve kuvvesinden artık vazife koymur. Buna dikkat yetirin. Bəqərə 286 özünüz de gidip okuyabilirsiniz. La yukellifullahu nefsen illa vus'aha. Allah Teala peygamber insanlara çatır. Onların götüreceği yükten artık hiç kimi yüklemir. Vazife koymur. Laha ma kasabet ve aleyke mektesebet. Kim ne hayır iş görüpse öz hayrına, ne pis iş görüpse öz yanınadır. Kim ne hayır iş görüpse öz hayrına, ne ziyan iş görüpse her bir bende öz ziyanına görüptür. Sonra buyur Rabbena la tuahizna in nesi'na ev ahta'na. Bu cür dua ettir. Müminler değiller, bu cür dua değiller. Hakiki müminler değil. Rabbena ey Rabbimiz eğer biz unutsak ya hata etsek bizi cezalandırma. Rabbena ve la tahmil aleyna isran kema hamaltehu ala'llezine min qablina. Ey Rabbimiz günahlarımızın cezası olarak bizden evvelkilerin boynuna koyduğun gibi bizim de boynumuza koyma. Rabbena ve la tuhammilna ma la taqate lana bihi. Ey Rabbimiz takatimiz, gücümüz çatmayan şeyleri bize yükleme. Bu tür diye dua et. Va'fu anna vaghfir lana verhamna ente mevlana. Bizi affet. Bizi bağışla. Bize rahmet. Sen bizim ihtiyar sahibimsin. Mevlamızsın ey Rabbimiz. Fansurna alel kavmil kafirin. Kafirlerle galebe çalmakta bize kömek et. Ahıda buyurur. Fansurna alel kavmil kafirin. Kafir kavme galebe çalmak için ey Rabbim bize kömek et. O zaman kurtuluş olacak. O zaman insan kurtular. Azerbaycan halkı da bir zaman gelip çattı kurtuluş için. Ayın 15'i kurtuluş bayramıdır. Bu mescid de Ulu Önder tarafından tikilen bir mesciddir. O çətin vaxtda tikilən bir məsciddir. Bu məscid də o zülümdən qurtuldu. Haqqın yeri. İndi siz o vaxt bu məscid tikilməsəydi, indi burada əyləşməzdik. İndi burada namaz qılmazdıq. Hər nə qədər danışsaq da bu məscid olmazdı. Allahın iradəsi gəlib bu məscidin təkrarən yerin altından çıxardıb bərqərar olması Allah Teala imkan verdi ki bəs onun vasitəsiyle, onun əliyle bu məscid tikildi və bu məsciddə illərdir ki biz fəaliyyət göstəririk, sizin kimi əzizləri cümə günlərində keçirdirik və sizlərlə bərabər ibadət və itaət edirik. İlahi sənan və izzəti və cəlalı və əzəmətimin xatirinə ibadət və itaətimizi bizdən qəbul eylə. İlahi gələn günlərimizi xeyrə cəlaqina. Pərverdigar-ı aləm qabaqdan Muharrəm gəlir. O ayda her 10 gün gecelerinde şam namazından sonra layiqincə əzadar olmaqda bizlere kömək ol ki. Bizim de məscidimiz açıqdır. Her birimiz de dəvətlisiniz inşallah 16'dan ta Aşura gününe kadar
her şam namazından sonra inşallah biz meclisimiz olacak Allah'ın izniyle ta aşuraya kadar davetlisiniz. İlahi Perverdigar alem seni an verirəm izzeti ve celalı ve əzəmətivin xatirinə bizim vətən uğrunda şehitlerimiz olup onları məqamı ucadır. Onları kıyamet gününde İmam Hüseyin'le məşhur qərar verginən. İlahi onların ailelerine sabır verginən. Perverdigar-ı alem yaralı gazilerimiz var. Hiç yoktan onlara şifa verginən. İlahi onların ruzilerin bol qərar verginən. Perverdigar-ı alem elə insanlar var, niyet ediblər, dua ediblər, həmsəna ediblər özləri üçün, ailələri üçün, balaları üçün, yaxınları üçün, əzizləri üçün. İlahi, istər burada olsun Azərbaycanda, istər qürbətdə olsun. Ya Rəbbim Allah, heç yoxdan onlara kömək ol günah. Bir ana dünən ağlaya-ağlaya, balam avtomobil qəzasında onurğa sütununun kırılması, ciğerlerin parça-parça olmasın. Yalvardı ki sabah cümə günüdür Hacı Seyid, orada eyleşenler, orada namaz kılanlar, orada ata olanlar, orada ana olanlar, xahiş edirəm onlardan, cavanlardan, cavandır mənim balam, mən onu zülümlə böyütmüşəm. Allah'a dua etsinler ki mənim balama sağ salamat olsun. Allah'a dua etsinler ki mənim balam ayağa qalxsın. İlahi o timsalda olan bütün balalar, intizarda olanlar, xəstələrə ilahi ya Rabbim Allah, heç yoxdan, adı da İsmail'dir ya Rabbim Allah. Onlara kömək ol yine ya Rabbim Allah. İlahi sen bizim ülkemizi koru yine. İlahi müstakilliğimiz ebedi olsun. İlahi ya Rabbim Allah, sana an verem izzeti ve celalı ve ülke düşmanlarımızı hemişe məyus karar ver yine. Ülke için çalışanlara, bu halkın rifahının yaxşı olması için çalışanlara sen özün kömək ol yine. İlahi Perverdigar-ı alem, müstakilliğimizi sevmeyen, hazım etmek istemeyen insanlar var ya Rabbim Allah. İster Azerbaycan'da olsun, ister haricde olsun. Bizim için fark etmir. İlahi bu halkın rifahının yaxşı olmasını istemeyen kuvveler var. Ya Rabbim Allah, o cür niyetli olan insanların ya Rabbim imkanların ellerinden al. İlahi onlara o imkanı verme. İlahi sen Azerbaycan'ı koru. İlahi bütün dünya Müslümanların hifz karar ver. İlahi her yerde eminamanlık olsun. Nahaq kan tökülmesin. Ya Rabbim Allah, sana an verirəm öz izzeti ve öz celalı ve bizleri sahibe zaman aleyhisselamın askerlerinden karar ver. Onun zuhurun tezil karar ver ginen. İlahi bizi imanlı olanlardan karar ver ginen. Bütün dualarımızın kabulü için Peygamber ve Ali Peygamber salavat-ı